Sabahınız xeyir. Bugün Koblenz'in Metternich kəndinə gedirik. Ora SS əskərlərinin psixoloji xəstəxanası idi. 1939-43-cü ilə qədər orada psixoloji problar, deneylər keçirdiblər. 2021-ci ilin avqustuna qədər oranın toxunulmazlığı var idi. Oranın girişi belə yox idi. 2021-ci ildən sonra İtalyan şirkəti oranı artıq dövlətə kamuya açıq bölmə deyirlər ora. Artıq vaxt zaman aşımına uğradığı üçün o şeyi indi apardığım inşaat əşyalar aparıram. Zaman aşımına uğradığı üçün artıq oranı kamuya açıq bölümü elan elədilər. İtalyan şirkəti indi oranı açıbdı, alıbdı. Orada yenə təzə psixoloji xəstəxana açırlar, amma disponentin mənə verdiyi məlumatlara görə hələ də oradan, yəni qazıntılar vaxtında 3 dəfə şirkət dəyişibdi orada. Rumıniya şirkəti var imiş, o işçilər orada gecələri səslər eşidiblər, gecə gündüz onsuz da şeylər. Ora biraz hələ də başqa fərqli səslər gəlirmiş, insan parapsixoloji təhlükələri çox imiş ora. İndi mən də oranı, əgər imkan versələr, düzdür, arxamca polis gəlir, polis qoruması altında gedirəm onsuz da. Əgər imkan versələr, orada da video çəkib göndərəcəm. Görüm nətər olur, şeylər. Amma çox maraqlıdır. İndi tarixdən belə baxdım, 1939-43-cü ilə qədər orada bəzi psixoloji testlər keçirdiblər. SS əskərləri Yahudi, Rumıniya, Polşa, nə bilim, bu şeylərin siqanları və Yahudilərin üzərində psixoloji testlər keçirdiblər, bəzi testlər. Qaz otaqlarına atılan ailələrin uşaqlarını orada psixoloji testlərdən keçirdiblər. Biraz oxudum, Google'dan biraz araşdırdım. Hələ ki, çox dəhşət verici işlər görülüb o yerdə, o bölmədə. İndi gedəndə orasının şəklində, videosunda imkan olsa çəkib göndərəcəm. O bölgədə, indi getdiyimiz bölgədə lənətli bölgə olaraq, yəni Almaniyada elə bir şey yoxdur, əslində Avropanın heç bir yerində yoxdur. O bölgədə lənətli bölgə olaraq keçirmiş. Heç o şeydə 10 kilometr əhatəsində yaşam yoxdur. Yəni ev, kənd, şəhər, heç bir şey yoxdur. Hələ də orada keçirmirlər, yəni yaşamırlar da. Çox biraz belə qarışıq bir vəziyyətdir. Yəni belə parapsixoloji insanlara şey eləməyi də, nə bilim nələrsə eləməyi. İndi gedəndən sonra orada daha da yaxından görəcəm. Disponentin verdiyi məlumatlar bu qədər idi. Çox maraqlı gəldi mənə. İnşaat əşyaları daşıyıram. Çox maraqlı gələn odur ki, arxamca, yəni ora çatmamışdan qabaq da, yəni normalda elə bir şey görməmişim. Artıq neçə ildir bu yollardayım. Ora çatmamışdan qabaq da polisdən məlumat verməliyəm ki, gəldim. Əslində inşaat dəmirlər aparıram, yəni heç bir yerə məlumat verməyimə gerək yoxdur. İnşaat bölməsidir. Amma ora spesial icazə lazım imiş. Görək, axırı xeyir olsun. Yolumuz gedirik. Neçə kilometrimiz qalıb? 56 kilometr qalıbdır. 56 kilometrdən. Yox, 56 dəqiqəmiz, 120 kilometrimiz qalıb. Çıxdıq avtobana, avtobandan gedirik. Yolumuz açıq olsun.